Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Kürdaxanı qəsəbəsində Zeytun Parkın yaxınlığında 113 və 134 saylı orta məktəbə yaxın məsafədə Kupcalı 4 otaqlı tam təmirli həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videomuzun daxilində qeyd olunur. Ümumilikdə 3 sot yarım torpaq sahəsindədir. Yerdən 6-7 daş kürsüdə tikilib. 4 otaqlı da 150 kvadratdır. Evin daxilində hamam və sanitar qovşağı ayrı-ayrılıqda yerləşir. Evimiz də dəhliz sistemlidir. Dəhlizdən otaqlarına bölünür. Ön hissəsi balkon kimi saxlanılıb. Evin mətbəxindən də birbaşa balkonuna çıxış edə bilərsiniz. Evin padvanına girişi var. Çardağına girişi var. Heç bir zabora bitişiyi yoxdur. Sağından da, solundan da, arxa tərəfindən də zabordan məsafəsi saxlanılaraq tikilib. Hər tərəfi yaşayış olan yerdir. Həyətimiz tamit daşla döşənilib. Sağ tərəfdən də, sol tərəfdən də boş torpaq sahəsi saxlanılıb. Evdə yaşayış olmadığına görə ev baxımsız, sadəcə həyəti baxımsız vəziyyətdə qalıb. Amma evin yerləşmə yerində heç bir nəmişlik yoxdur. Sizə evlə tanış edeyim. Dəhlizə daxil olduqda solda gəlir qonaq otağı. Evin altı betondur, üstü kəmərdir. 4 bir divarı qoşa daşla tikilib. Mətbəxi ilə qonaq otağının pəncərəsi geniş şəbəkə pəncərədir. Pollarda laminatdır. Mətbəxdə həm yerdə kafel hissə var. Mebel arası kafelinə qədər hər biri döşənilib. Demək olar ki, tam hazır giryaşadır və tamamilə özü üçün tikilən keyfiyyətli evdir. Evin tikintisi zamanı ən yüksək keyfiyyətli materiallar istifadə olunub. Qazı, suyu, işığı daimidir. Sayğaçlarının hər biri var. Evimizin qiyməti isə 116.000 manatla satışa çıxıb. İnşallah ki, real müştərilər olsa, evin qiymətində də endirim oluna bilər ev sahibi tərəfindən. Sənədimiz də Kupcadır, təyinatı xüsusi mülkiyyətdir. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Evlə bağlı da əlavə nə sualınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Göz haqqınızı halal edin. Kim alacaqsa, Allah həm alan, həm də satan müştərimizə ən xeyirlisi nədirsə, onu da qismət eləsin inşallah. İzlədiyiniz üçün təşəkkürlər.